Əslində baxın mən neçə ildir də, yəni bizdə bu kanal var. Bu detalı heç kəs verməyib. Qorxu deyəndə mən deyirəm ki, axı bu hissi sən necə məhv edə bilərsən? Axı bu mənim yaradılışımda var. Mənim sevincim kimi, mənim qorxum da mənim təbii halımdır da. Yəni sən mənim qorxumu götür. Mən başa düşdüm. İllüziya deyəndə əslində mən indi başa düşdüm ki, siz nəyi nəzərdə tutursunuz? Məntiqsiz olan, yəni artıq indiki gündə məntiqi olmayan, yəni keçmişdə yaşadığım bir şeydir. Bir insan yoldan keçəndə bir deyək ki, hündür bir it ona hücum çəkib, travma yaradıb, indi bütün itlərdən qorxur. Oradakı o qorxusu bugünkü gündə daşıdığı keçmişdən gəlir bu günə. Bizim şuuraltı zehnimiz əgər anlasaydı ki, məntiqi olsaydı ki, zaman o zaman deyil. Yəni o keçmişdə yaşamışam, indi başqa bir zamandır, neçə il üstündən keçib. O zaman deyək ki, falan it idi, indi başqa bir itdir. Bunları hamısını bilsəydi biz qorxmazdıq. Amma bizim şuuraltı zehnimizin məntiq anlayışı yoxdur. Ona görə biz it artıq tətikləyici kimidir. Dərhal nə edir? Bizim travmamızı aktivləşdirir və o duyğu bugünkü günə gəlir və hiss olunur. Yəni baxın, zamanın keçdiyini şuuraltı dərk eləmir. Doğru. Bəli. İti dərk eləyir və hadisəni tapır. Amma zamanı və zamanın keçdiyini sənin bildiyi, hiss eləmir deyənə, ona görə birbaşa səni uşaqlıqda olan, siz itdiniz mənim Vişnovkada bağımızdakı qumlu yol yadıma düşdü. Damız yetişmişdi orada da. Əslində doğru. Yəni insan zamanın keçdiyini beyin zamanın keçdiyini fərq etmədiyinə görə birbaşa it görən kimi məni ora bağlayır ki, mən qorxuram ki, artıq bu mənim üzərimə hücum çəkəcək. Tətikləyicilərdir. İndi burada biraz anlatmamız çox yaxşı oldu ki, şuuraltı təlqinlərdən danışırıq deyə. Mən bu dəqiqə aydınlanma yaşayıram çünki mən bunu bilmirdim. İndi insanlar, yəni bundan danışmamız çox yaxşı oldu ki, insanlar da bu manifestləri, olumlamaları nə edirlər? Zehinlərini yenidən proqramlanmağa çalışırlar da. Şuur altındakı o inancları, neqativ inancları sıradan çıxartsınlar. Məsələn, it mənə hücum çəkər, inancı varsa deyə. İndi məsələn manifest edir ki, mən itlərin yanında çox rahatam, çox huzurluyam, onları sevirəm, o itlər çox sadiq heyvandır və s. kimi. Manifestlər ilə nə etməyə çalışır? Oradakı o inancı, o travmanı neytrallaşdırmağa çalışır, sıradan çıxarmağa çalışır. Amma orada bir şey nəzərə almırlar ki, orada travmada bir duyğu var. O qorxu duyğusu deyək ki. Məsələn, gəlin başqa bir örnək də verək. Panik atak xəstələri var da. Onlar ataklar keçirirlər, doğrumu? Onların qorxularını təsəvvür edin ki, onların atakı tutub, onlar çox qorxurlar da. İndi öləcəm, mənə nəsə olacaq qorxusu var. Biri gəlir ona kənardan deyir ki, sən manifest elə. Denən ki, mən güvəndəyəm. İndi sizcə nə qədər o insana təsir edəcək ki, o da deyir, mən güvəndəyəm. O özünü ona inandıra bilər? Yox. İnandıra bilməz. Bu dəqiqə vəziyyət yaşayıraq, o necə inansın? Ona görə bizim də həyatın içərisində o qədər neqativlər varsa bizim şuuraltımızda, biz onlara yönəlməsək, özümüzü dərindən tanımasaq, anlamasaq, elə ümumi olumlamalar, manifestlər, yəni kitablar çoxdur da bu haqda ki, oxuyur, hamı eyni təlqinləri görsən bəzən başlayır günə eyni təlqinlərlə. Bunun əslində təlqini eləmək olar. Olar, orada yanlış bir şey yoxdur. Amma necə olar? Dəstəkləyici kimi görməliyik biz bunu. Yəni? Ki, misal üçün deyək ki, mən özümü tanımaqla bərabər, öz travmalarımı işləməklə bərabər, bu pozitiv yöndən də təlqinlərə edirəm. Yəni, həm mənə istiqamət göstərmiş olur. Çünki birisi, məsələn, beyin istiqamət istəyir də. Doğru. Bizim şuurlu zehnimiz də, ağlımız da həmişə nə edirik? Şuurlu zehninə otururuq, nə edim indi, necə yaşayım, necə bir həyat seçim, necə bir iş, karyera seçim. Bunu edən şuurlu zehnimizdir də, həmişə şəffaf olan tərəfimiz. Əgər psixozda tutulmayıbsa da, yəni o qrupda olan psixoloji problemi yoxdursa insanın, ağlı sağlamdır, şəffafdır, gözəl dəyərləndirir hər şeyi. Hədəfi seçirik. İndi olumlamalar da, bu manifestlər də, yazılan niyyətlər də nə olur? Şuurlu zehindən biz otururuq, nələrsə yazırıq. Burada yazmaqda, beyinə bir hədəf, istiqamət göstərməkdə heç bir problem yoxdur. Amma bunu ən azından ediriksə dəstəkləyici olaraq, onu elə edək ki, özümüzə inandıra bilək ən azından bunu. Və bu manifestləri edəndə bir yerdən sonra, bu təlqinləri, olumlamaları bir yerdən sonra buraxmaq lazımdır. Amma insanlar var ki, gəldir mən 4 aydır, bir xanımla danışırdım, xanım qayıdır ki, mən 4 aydır hər gün olumlama edirəm. Eyni şeyləri 4 ay. Bəs yaxşı, bunun işləməsi üçün sən nə zaman icazə verəsən, bunu sərbəst buraxasan. Çünki biz şuurlu zehnimizi, ağlımızı bir mövzu ilə bağlı nə qədər çox məşğul ediriksə, bizim şuurlu zehnimiz o mövzu ilə bağlı o qədər az iş görür.